Əgər toyuq işi ilə məşğulsansa, cücə yetişdirirsənsə, onda bu videoya axıra kimi qulaq as. Çünki çox önəmli bir məlumatlar verəcəm. Sənə nəyə görə B kompleksi lazımdır, bunların hamısını bu videoda tapacaqsan. B kompleksi vitaminlərin gözüdür. Nəyə görə? Çünki bərpa edici bir funksiyası var və bunu biz nəyə görə istifadə etməliyik? 1. Toyuqlarınız xəstələnir. Antibiotikdən istifadə edirsiniz, güclü antibiotiklərdən istifadə elətdirir həkimlər və bunda qaraciyər yetməməzliyi baş verir və B kompleksi qaraciyəri bərpa edici bir funksiyasına malikdir. Ondan sonra xəstəliklərin bərpa müddətini daha tezləşdirir və immunitet sistemini qaldırır. Cüzələrinizdə iştah yaradır. Nəyə görə iştah yaradır? Nəyə görə də iştah lazımdır? Onu da açıqlayıram sizə. Xəstəlik zamanı görürsüz yemdən qırağa düşür, yem yemir və buradan sonra xəstəlikdən əlavə quruma da baş verir. Çəkiləri aşağı düşür, bunu tezləşdirir və iştahı artırır. Sonra isə əgər cücələrinizdə bu kimi problemlər yoxdursa və çəki artımını super şəkildə nəticə ilə artıracaq və sizə tamına qaranti veririk. Hansı məhsulu aldığınız zamanı, baxın bu məhsulu aldığınız zamanı sizə tam qaranti verirəm və bunun içərisində Azərbaycanda yeganə bir vitamindir ki, içərisində B3, B7 və B9 var. Bundan əvvəlki videoda paylaşmışam. B3 nəyə görə lazımdır, B7 nəyə görə lazımdır, B9 nəyə görə lazımdır. Bunlar hamısı bunun tərkibində var və bu videoda sonrakı bura yuxarı qoyacağam. O videoda baxa bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. 05891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.